Gel getdik. Edik, həmişə toylarda edik. Həmişə toylarda. Toy olanda sevinirəm də, sevinirəm. Gözün üstündə olsun. Nə? Şəftənin ədiş bildin də. Narahat olma. Nə olsa gəlib mənə xəbər eləyərsən. Toyda az iç, ortalıqdan çıxmırsan. Arvadlar da videovu çəkib mənə atırlar. Narahat olma da deyirəm də. Sən də interesli adamsın. Bir də toydur da. Bu toyda oynayanlar, yiyərlər, içərlər. Nə olsun? Camaat eləyəndə onlar mənə olmaz. Bilirəm toydur. Hə. Amma sənə dönə-dönə yenə də tapşırıram da. Hə. Sən Aton İmizarın canı. Hə. Ölmüş qəbri. Hə. Hə, içmə. Keçən dəfə içdiyin yadındadır. Nə oldu ki? O qədər içmişdin ki toyda. Şalvarın əvəzinə toy süfrəsini püküb gəlmişdin. Ədi yadındadır. Deməsi də indi o bir dəfə olub. De ömrümdə bir dəfə olub. Onu düz deyirsən. Çox içdim. Səhər gedib şalvarımı kəndin o başından çayın içindən tapmışam. İndi bir dəfə olur da o. Haziyan. Hediyan. Toyun pulunu çıxdı. Zülüm əlim gəlir. Bunu tut. Gedim 5'dən 3'dən götürüm. Gözdən burada gəlirəm. Zülüm əlim. Zülüm. Ədi. Gedək mama ilə gəl. Zülüm əlim. Zülüm. Gəl. Salam verəcəyim. Gəl çıx da. Salam verəcəyim. Hadi, eləmə. Mən hər gün paltarlarımı ütətdirirəm. Nə olsun? Sən bilmirsən mənim ən zəhləm getdiyim şeydir. Bir paltarımdır, köynəyimdir. Bir də nə bilim pullarım qırış olanda, əzi olanda atam da gəlsə onu tanımaram, bildin? Deyirəm, ay Zülüm əlim. Tutsun mənim atam kimi danışırsan. Başa düşmədim. Onun da paltarları qırış olanda əsəbləşirdi. Yox, dədəsini tanımırdı. Sənə demişəm, məni həmişə şəxsiyyətli adamlarla tay tut. Şəxsiyyətli adamlarla məni oxşatma. Deyirəm, gələn bu Sandıray taksi ilə gəlmişsən, Nə olar ki, mən də düzən burada işləyimdə, mən də bilirəm ki, onsuz da. Burada işləndə 1000 manat maaş alırsam, 3 manata qədər bonusun olur, gündəlik çaq-çukun olur. Elə mən də düzətdən işləyim burada da, nə olar ki? Başa düşmədim, bu məlumatları sən hardan bilirsən? Mən Sandıray'da izləyirəm də. Hamısını izləyirəm, pitə nə məlumatlar çıxdı, onlarla maraqlanıram. Bu sizin sürücüdür. Bu sürücüdürsə, bəri tərəfdə niyə oturub? Rolda oturardı, nə o? Sürücüdür, bu baytardır. Bunu gətirmişəm ki, qoyunlarıma baxsın, iynə vursun, nə var, nə yox, nə tərdə, necədirlər. Özdə 80 dənə. Bəli. İynə zakaz eləmişəm. Hə. Qoyunlarım 80 dənə daxı. Hə. İnanırsan şəfdə. Bəli. Qoyunlarım biri ikisi əski gəlsə ya. Səni bilsən nə edəcəm şəfdə. Bildim. Özün başa düşdün. Özün başa düşdün. Zülüm əlim, qoy deyim, sonra deməklə ki, demədim. Sizin qoyunlar birincisi 80 dənə deyil. Biraz azdır. Keçən dəfə canavar gəlmişdi burada. Yadımdan çıxıb demək. Canavar. Elə sizin elə bir qoyunlarda 3'ün 4'ün göt tapardı. Başa düşmədim, mən canavar emini gəlib mənim qoyunlarımı aparır. Bir dəfə sən işə aparsın da. Dedim ki, burada mənim də qoyunum var, Zülüm əlimində. Dedi ki, yox, mən gəlmişəm Zülüm əlimin qoyunlarını aparmağa. Nə qədər Zülüm əlim dedim, dedin yox. Elə dediyimi də deyəcəm, getdi götürdü, çıxdı getdi. İndi sən zəhmət çək, canavar bu səfər gələndə göstər öz qoyunlarımı ki, bu Zülüm əlimin qoyunlarıdır. Qoy sən kənardan aparsın. Göstərənəm, problem yoxdur. Doktor. Ay, bəli. Düş. Salam melek. Doktor deyib. Doktor. Sənəm melekəm. Melek. Diqqətli, izzətli necə lazımdır? Qoyunlara iynə vurursan. Vurub bitirəndən sonra mənə zəh vurursan, gələm səni götürəm gedirik. Oldu, baş üstə. Tamam. Qoyunlar hardadır? Şimdi neynirsən qoyunlara? Hava da soğuqdur. Girək içəri, bir dənə çörəyi, isti çay iç. Sonra gəlib baxarsan qoyunlara. Qoyun vaxtıdır. Nədən üstə? Nədən sonra? Maşın getdi. Gəl bir çörəyi, gəməli. Qoyun. Qoyunlar hardadır, onu de. Vaxtım yoxdur. Şu qoyunlar harda olacaq? Yataq otağında. İnteresin adam senin koyun orada fermadadır da. Gedək də. İhtiyac yok da koyunlara bakmağa. Gel beni diyek. Gel koyunların yarısını size iğne vurun. Yarısını mən iğne vurun. Olmaz. Düz 7 il bahçarlıq məktəbini oxumuşam mən. Mən öz heyvanlarımı heç kimə etibar eləmirəm. Düş qabağıma. Doktor onda ben geldim koyunları getirim siz bir-biri iğne vurun. Olar, amma ehtiyatlı ol. Amma qoyunları düzsə ya, yoxsa məni çaşdırarsan. Ya. Bax, mən çaşdım. Bu iğnə ki var, o qoyuna 2 dəfə daysa ölə bilər. Bilinir. Gəl. Gel. Gel beni anaş, gel beni korkma, gel beni. Gətir, gətir. Getirdim. Biraz yat adam görəndə korkur yok. Özüme öğreşeyim. Dayan görüm ha. Ne oldu? Yavaş. Bu mənə tanış gəl. Kime? İndi mən buna iğnə vurmadım. Şimdi okuyayım, bunları ben eyni bərber aparıram. Bunlar birbirine okşayabilir.
Berber bunları stillə qırxır. Da bu kadar. Nasıl çok oxşatdım. Gətir. Bu 77'dir. Mıqayt ol yavaş. Qorxma iynədir. Vay dədə. Tarpatma. Yoxdur mənim başımadır o. Aha. Ne oldu? Şu qaldı bir dənəsi. Yeri qaç qorxma. Yeri. Dur iynədir də qorxma. Sonra da gətir. Vay dədə belim. Mənə bax doktor. Hə. Sən Zülüm əlimə yığ da dinən gəlsin. Sen vurdun da bayaq gəlir yolda. Dinən gəlsin. Sen gətir axırıncısını da Mən gedim görüm gətir. hardadır o. Doktor. Hay Zülüm əlim, xoş gəldin. Rətarsən, rətarsən. Yaxşılıqdır Zülüm əlim. Bircə dənəsi qalıb. Onu da vura qutarır. Durdum. Ay sənə daha sana. Ay Zülüm əlim. Nədir şafda? Evimiz yıxıldı. Sevinir. Evimiz yıxıldı. Biabırtınıq olub. Ne olub ki? 10-15 dənə qoyun başın qoydu yerə. Rətar. Canımsa bilmirəm bu neynədir, nə qardı, nə vurdu onlara. Rətarə başım yatıblar yoxsa? Çağırıram oyanmır. Rətar istəyirsən? Çağır, gəl. Gəl bax. Rətar Gəl çağırma. bax. Başa düşmədim ha. Mənim qondarım. Rətar başa. Bunlar ölüb. Ölümlər bunlar. Bu nə də? Qoyunlar ölüb. Neynəsə mən bankrot oldum ha. Bu nə də? Varım dövlətim getdi. Bu nə də? Mən eləməm ki, ola bilər ki, bir qoyuna 2 dənə iynə vurub, bir dənədən. Nə danışırsan? Onlar da başını qoyub. Üzülü öl bundan sonra. Bir balın dövlətinə. Gördün neynədir? Bu boyda kişinin yanında mənim etibarımı itirdi. Mən heç nə eləməmişəm. Bura gələ. Sən özümü vuracaq. Yekil okudun, belə elədim. Sən nə elədin? Heç nə eləməmişəm. Heç nə eləməmişəm Zülüm əlim. Bütün qoyunlarım ölüb ha. Ay Zülüm əlim, yaxşı gör. Zülüm əlim, gözə iynəsin bura. Yox, Gözə iynəsin. Ana qoyun da eləmə həkimə. Gözə iynəsin.